Salam, xoş gördük sizləri. Bugünkü mövzumuz elmi texniki inqilab və onun tərkib hissələri haqqında məlumat verəcəyik. İlk növbədə baxaq görə elmi texniki inqilab və elmi texniki tərəqqi anlayışları nə deməkdir? Elmi texniki tərəqqi e, ETT yazılır. Elmi texniki tərəqqi. Elmi texniki tərəqqi istehsalın təkamül yolu ilə tədricən inkişaf etməsidir. Yəni istehsal tədricən inkişaf edir. Nəyəsə kəşf olunur, uzun müddətdən sonra istehsala tətbiq olunur. Misal üçün, ilk fotoaparatın kəşfindən onun istehsalına qədər 102 il vaxt getmişdi. Yəni fotoaparat kəşf olunub, onun 102 il sonrası artıq o istehsala tətbiq olunub, sürətli şəkildə istehsal olunur. Radionun kəşfindən istehsalına qədər vaxtca 30 ilə yaxın vaxt keçmişdi. Amma hal-hazırda misal üçün telefonun bir markasını çıxarırlar, bir markasını düzəldirlər, sonra onu istehsala tətbiq eləyirlər. Bu artıq elmi texniki inqilabdır. Elmi texniki tərəqqi tədricən inkişafdır. Bu nümunəni göstərdiyim müəyyən illər keçəndən sonra tətbiq olunur. Bu 20-ci əsrin ikinci yarısına qədər belə davam edib. Amma 20-ci əsrin ikinci yarısından etibarən elm və texnikanın inkişafında inqilabi sıçrayış baş verdi. Və nəticədə elmi texniki tərəqqinin yeni mərhələsi elmi texniki inqilab, ETİ. Elmi texniki inqilab mərhələsi başladı. Elmi texniki inqilabda istehsal, inkişaf, inqilabi sıçrayışla baş verir. Yəni buradan kəşf olunur, oradan istehsala tətbiq olunur. Amma elmi texniki tərəqqidə isə təkamül yolu iləndir. Yəni kəşf olunandan sonra müəyyən müddət keçəndən sonra istehsala tətbiq olunur. Daha sonra elmi texniki inqilab anlayışında mahiyyətini bildik. İlk dəfə elmi texniki inqilabın yaranması hərbi sahədə ilk dəfə atom enerjisindən istifadə ilə bağlı olmuşdu. Buna görə də onu bəzən lap əvvəllər hərbi texniki inqilab da adlandırırdılar. 1945-ci ildə bu ABŞ-ın Yaponiyaya atdığı atom partlayışından sonra baş verdi. Bunun bu şəkildə adlanması hərbi texniki inqilab. 20-ci əsrin 70-ci illərindən etibarən isə artıq robotların istehsalı tətbiqi ilə əlaqədar elmi texniki inqilabı mikroelektronika inqilabı adlandırırlar. Çünki 20-ci əsrin 70-ci illərindən sonra artıq robotların istehsalı genişlənir. Buna görə onu elmi texniki inqilabının adını mikroelektronika inqilabı kimi adlandırırlar. Daha sonra keçdik növbəti slayda. Burada elmi texniki inqilabın səciyyəvi əlamətləri var. Birinci xüsusiyyəti əhatəlik və universallıqdır. Əhatəlik və universallıq deyəndə elmi texniki inqilabın bütün sferaları əhatə etməsi deməkdir. Yəni hər yerə təsir edir artıq elmi texniki inqilab. Məişətimizdə məsəl üçün avadanlıqlarımız yenilənir. Mədəniyyət, hətta psixologiyamıza belə nüfuz eləyir elmi texniki inqilab. İkinci yerdə elmi texniki tərəqqinin sürətlənməsi öz təzahürünü elmi kəşflərin istehsala tətbiqi arasında vaxtın qısalmasına görür. Müasir dövrdə elm və istehsal arasında əlaqələrin daha genişlənməsi və onların birləşməsindən texnoparklar və texnopolislər yaranır ki, onu növbəti slaytda indi göstərəcəm. Üçüncü xarakterik xüsusiyyəti insanların zehni və intellektual əməyə tələbatının artması. Yəni artıq dördüncü sektorda, elektron hesablama maşınları sektorunda insanların fəaliyyəti daha yüksəlir. Dördüncü elmin dərininə inkişafı. Elm səthinə yox, dərinə inkişaf edir. Artıq ən dərin nöqtələr belə öyrənilir. Hüceyrələrə, yerin dərinliklərinə, kosmosa belə nüfuz olunur. Əl çatmayan yerləri də öyrənməyə çalışırıq. Deməli, elmi texniki inqilabın səciyyəvi əlamətləri hansılar oldu? Əhatəlik, universallıq, elmi texniki tərəqqinin sürətlənməsi, insanların zehni və intellektual əməyin tələbatının artması və elmin dərinə inkişafı. Və elmi texniki inqilabın bir-biri ilə bağlı olan dörd tərkib hissəsi var. Bunlar hansılardır? Elm, texnika və texnologiya. Yəni elm varsa nəyi öyrənir? Texnika və texnologiyanı kəşf etmək istəyir. Kəşf edəndən sonra nə olur? Onu istehsala tətbiq edir. Tətbiq edəndən sonra onu idarə etməliyik. Elm, texnika və texnologiya istehsal və idarə etmə bacarıqlarıdır. Bunlardan ibarətdir. Dörd tərkib hissədən. Daha sonra gəldik Texnopolis və texnopark anlayışlarına. Bayaqlar dedik ki, elmi texniki tərəqqinin səciyyəvi əlamətlərindən biridir elmi texniki tərəqqinin sürətlənməsi. Texnopolis nədir? Texnopark nədir? Texnopark böyük universitet və laboratoriyalar ətrafında formalaşan elm tutulmuş şirkətlərdir. Texnopolis isə daha geniş anlayışdır. Daha böyük əraziləri əhatə edir. Texnopolisdə artıq elm tutulmuş sahələr inkişaf olunur. Elmi kadrların hazırlanması məsələlə mərkəzlər yaradılır. Yeni innovasiya texnologiyaları işlənib, hazırlanır və burada Texnopolis və Texnoparkda kəşf olunan yeniliklər, elmi ixtiralar qısa zaman ərzində istehsala tətbiq olunur və böyük gəlir gətirir. Dünyada olan texnopolislərə və texnoparklara baxsaq, 10 ən böyük texnopolis və texnoparkın siyahısı verilib burada. ABŞ-da
Sakit Okean sahilində Silikon Vadisi Texnoparkı. Daha sonra ABŞ-da Cummings Tədqiqatlar Parkı, ABŞ-da göllər ətrafında Purdue Tədqiqatlar Parkı, Böyük Britaniyada şimalda Texnium, cənubda Cambridge Tədqiqatlar Parkı, ortada isə Net Park Tədqiqatlar Parkı. Fransada Aralıq dəniz sahilində Sofia Antipolisi. Finlandiyada Otaniemi Texnopolisi. Çində Sakit Okean sahilində Zed Park və Yaponiyada Sakit Okean sahilində isə Kansai M şəhərlərini göstərə bilərik. 10 dənə ən böyük texnopolis və texnoparklarımızdır. Daha sonra elmi texniki inqilab dövründə istehsalın inkişafının 6 əsas istiqaməti var. Deməli, 4 tərkibi hissəsi oldu, bayaqlar dedik. Səciyyəvi əlamətləri oldu və 6 istiqaməti olur. Hansılardır? Elektronlaşma. Elektronlaşma deyəndə bütün sektorların kompüterlərlə təminatı. Artıq hər bir yer kompüterlə təmin olunub. Avtomatlaşdırma. Avtomatlaşdırma deyəndə nə nəzərdə tutulur? İstehsalda robotların tətbiqi. Artıq görürük həkimləri, sənəyə müəssisələrində işçiləri artıq robotlar əvəz eləyə bilir. Bu avtomatlaşdırma deməkdir. Üçüncü, energetika təsərrüfatının yenidən qurulması və inkişafı. Yəni alternativ enerji mənbələrindən, tükənməyən enerji mənbələrindən istifadəyə keçid olunur. Çünki ənənəvi enerji mənbələri həm ətraf mühitə daha çox yüklənir, həm də tükənən enerji mənbələridir. Ona görə. Dördüncü, yeni materialların istehsalı, yeni konstruksiya materialları əvəz olunur. Çünki əvvəlki materialları əldə etmək daha çətindir və ətraf mühitə tez zərər vururdu, çox zərər vururdu. Həmçinin artıq həmin ehtiyatları əldə etmək üçün materiallar da tükənirdi. Buna görə yeni konstruksiya materialları istifadə olunur. Keramikalar, yarım keçiricilər, optik liflər, berilyum, litium, titan istehsalı. Çünki bunları təzədən emal eləmək mümkündür. Daha sonra biotexnologiyanın inkişafı 5-ci istiqamət. Artıq bu gen mühəndisliyi deməkdir. Canlı orqanizmlərin istifadədə yeni məhsullar istehsalları, gen modifikasiya olunmuş məhsullar, gen mühəndisliyinin inkişafı. 6-cı istiqamət isə kosmikləşmədir. Kosmikləşmədə aerokosmik sənaye inkişaf edib, kosmik tədqiqatların istehsala tətbiq olması, kosmosun araşdırılmasıdır. Yəni elmin daha dərinə inkişafı. Bu elmi texniki inqilabın 6 əsas istiqamətidir. Elmi texniki inqilab dövründə sektorlar arasında dəyişikliklər baş verir. Bu dəyişikliklər necədir? Birinci sektor demişdik keçən dərsdə tədarük və hasilat, ikinci sektor emal edici sənayedir. Üçüncü sektor xidmət, dördüncü sektor isə elektron hesablama maşınları, yəni informasiya sektorudur. Elmi texniki inqilab dövründə birinci və ikinci sektordan işçi qüvvəsi keçir üçüncü və dördüncü sektora. Yəni artıq üçüncü və dördüncü sektorda işləyənlərin payı daha çoxdur. Ona görə üçüncü və dördüncü sektorda işləyənlər inkişaf etmiş ölkələr olduqlarından elmi texniki inqilab dövründə olanlar elmi texniki inqilabı tətbiq edənlər inkişaf etmiş ölkələrdə əsasən. Birinci və ikinci sektorda çalışan ölkələr isə əsasən inkişaf etməkdə olan ölkələrdir ki, burada elmi texniki tərəqqi daha güclü inkişaf edib. Nəyə görə? Uzun müddət vaxt tələb olunur onun istehsala tətbiq olunması üçün. Çünki onların maddi cəhətləri o qədər yüksək deyil. Daha sonra gəldi iqtisadi fəaliyyətin təşkili. Ümumiyyətlə, hər hansı bir istehsal prosesini təmin etmək üçün mütləq bizə hər hansı bir ehtiyat lazımdır, təbii resurs lazımdır. Onu idarə etmək üçün insan resursu lazımdır və insanlar da onu idarə etmək üçün maşınlar, avadanlıqlar lazımdır ki, bunlar da kapital resursları adlanır. Yəni iqtisadi fəaliyyəti təşkil etmək üçün bu üç amilin üçü də olmalıdır. Təbii resurslar, insan resursları və kapital resursları. Bunlar mütləqdir. Daha sonra gəldik istehsalın təşkili formalarına. İstehsalın təşkili formalarında 4 cür təşkil forması: ixtisaslaşma, təmərküzləşmə, korporativləşmə və kombinləşmə deyirik. Və ixtisaslaşma nədir? İxtisaslaşma ölkədə, regionda və yaxud da dünyada hər hansı məhsulun üstün bir istehsalıdır. Yəni ölkənin tələbatından artıq istehsal olunur və onun əldə olması da məhsulun maya dəyəri də ucuz başa gəlir ki, onu dünya bazarına sata bilsin. Deməli, ixtisaslaşmanın baş verməsi üçün 3 əsas amil lazımdır bizə. Birinci növbədə istehsal daxili tələbatdan çox olmalıdır. Yəni daxili daxili tələbat ödədiksə artıq qalır xaricdə satır. Daha sonra istehsalın digər ərazilərə nisbətən ucuz başa gəlməsidir. Maya dəyəri ucuz olsun ki, satanda gəlir əldə edəsin. Və istehsal üçün uzun müddətli şərait olmalıdır. Yəni 1-2 illik istehsal üçün ixtisaslaşma baş verə bilməz. Uzun müddətli şərait olmalıdır ki, bu həmin sahə üzrə ixtisaslaşsın.
Daha sonra istehsalın təşkil formasının ikinci bölməsində təmərküzləşməni göstərə bilərik. Təmərküzləşmə istehsalların iri müəssisələrdə cəmləşməsidir. Təmərküzləşmənin də iki növü var. İstehsal təmərküzləşməsi var və ərazi üzrə təmərküzləşmə var. İstehsal əgər iri müəssisələrdə cəmlənirsə, bu istehsal üzrə təmərküzləşmədir. Amma müxtəlif istehsal obyektlərinin kiçik bir ərazidə cəmlənməsi isə bu ərazi üzrə təmərküzləşmədir. Misal üçün, Abşeron yarımadasında Azərbaycanda təsərrüfat obyektləri müxtəlif sahələr Abşeron yarımadasında cəmlənib və nəticədə ərazi üzrə təmərküzləşmə baş verir. Bu o deməkdir. Korporativləşmə, istehsalın təşkili formasının üçüncü forması. Bu, hazır məhsulun istehsalında iştirak edən müəssisələr arasındakı əlaqədir. Yəni, e, maşınqayırma müəssisələri arasında korporasiya əlaqələri daha güclüdür. Bir maşını istehsal etmək üçün müxtəlif ölkələrlə, müxtəlif müəssisələrlə əlaqə yaradırıq. Onlardan detallar alırıq və bir müəssisədə onu yaradırıq. Bu korporativləşmə, yəni müəssisələr arasındakı əlaqədir. Dördüncü forma isə kombinləşmədir. Kombinləşmə texnoloji cəhətdən bir-birlə qarşılıqlı əlaqədə olan istehsal sahələrinin və proseslərin bir müəssisədə birləşməsidir. Özünü daha çox kombinatlarda daha yaxşı şəkildə göstərir. Kombinat məhsulu ardıcıl olaraq tam emal edən, bir-birinə xidmət edən və tullantıları emal edən müəssisələrdir. Yəni, buradan artıq qalan tullantılardan da misal üçün, müxtəlif müəssisələr bir ərazidə cəmlənirlər. Bunun üçün birində tullantı yaranır və ona artıq lazım deyil, onun üçün tullantıdır. Amma digər müəssisəyə o lazımdır və ona göndərirlər. Və bu müəssisələr də bir-birinə yaxın yerləşirlər ki, bunlar da kombinatlar adlanır. Yəni, məhsulu ardıcıl olaraq tam emal edən müəssisələrdir. Artıq məhsuldan atqı çıxmır, tullantı yaranmır. Daha sonra gəldiyi kombinləşməni də izah elədik. Bunlar istehsalın təşkili formalarıdır. İstehsalın baş verməsi üçün ora yatırım eləməliyik, sərmayə qoymalıyıq, investisiyaya və yaxud da sərmayə deyirik. Sərmayə nədir? Xam malın əldə edilməsinə, işçilərin əmək haqqına, avadanlıqların alınmasına, reklam edilməsinə və sair sərf olunmasına xərclənən puldur, yatırımdır. Biz hər hansı bir istehsal prosesinə yatırım qoyarkən orada riskləri nəzərə almalıyıq. Ona görə də bunu sığortalamalıyıq. Maddi itkilərin ödənilməsini təmin edən qanunverici ilə idarə edilən sistemdir sığorta. Yəni, mən səni sığortalayıram ki, tutalım bir yanğın baş verdi və yaxud da ekoloji risk baş verdi. İstehsalda da ümumiyyətlə iqtisadi, ekoloji və siyasi risklər ola bilər və bu risklərin qarşısını almaq üçün sığorta şirkəti ilə müqavilə bağlayıram və illik ona pul ödəyirəm. Əgər o risk yaranarsa, bir itkim olarsa, maddi itkim olarsa, sığorta şirkəti onu məndən qarşılayır yenidən. Amma bu qanunvericiliklə idarə olunur, yəni müəyyən qanunlar çərçivəsində həyata keçirilir. Daha sonra holding və korporasiya anlayışları var. Bu korporasiya ilə korporativləşmə anlayışları fərqlidir. Korporativləşmə hazır məhsul istehsalında iştirak edən müəssisələr arasındakı əlaqədir. Xüsusən maşınqayırma müəssisələri arasındakı əlaqədir. Amma korporasiya eyni məqsədə çatmaq üçün yaranan birliklərdir. Holding müxtəlif istehsal sahələrini əhatə edir, yəni eyni məqsəd yoxdur. Müxtəlif istehsal sahələri bir müəssisədə cəmlənir. Misal üçün, bir holding götürürük, orada həm qida məhsulları istehsal olunur, həm yüngül sənaye məhsulları istehsal olunur. Yəni müxtəlif sahələr bir şirkətin altında birləşir. Buna deyirik holding. Amma korporasiyada sırf eyni məhsullar, eyni məqsəddə, misal üçün sırf qida məhsulları ixrac edən şirkətlər. Buna deyirlər korporasiyalar. Eyni məqsədə çatmaq üçün yaranan birliklərdir. Daha sonra alternativ dəyər və alternativ seçim anlayışları var. Bu nədir? Alternativ dəyər nədir? Təsərrüfatın ilkin vaxtında əlimdə büdcəm çox deyil. Maliyyə imkanlarım məhduddur. Və mənim qarşımda iki proqram var. İki proqram seçməliyəm həyata keçirmək üçün. Və həyata keçirilməsi mümkün olanı seçirəm, mümkün olmayansa ehtiyatda qalır. Həyata keçirilməsi mümkün olmayan, ehtiyatda qalan layihənin dəyəri alternativ dəyər adlanır. Yəni pulum yoxdur hal-hazırda onu keçirim, o birisi layihəmi həyata keçirirəm. Buna deyirlər alternativ dəyər. Və yaxud da alternativ seçim nədir? Alternativ seçim bir əmtəə və xidmətin əlavə miqdarının əldə edilməsi məqsədilə digərinin müəyyən hissəsindən imtina edilməsidir. Yəni mənim pulum yoxdur, o birisini həyata keçirə bilmirəm, digərini seçirəm. Seçdiyim alternativ seçimdir. Ehtiyatda qalan layihə isə alternativ dəyər adlanır. Son hədd xərc və son hədd fayda nədir? Məhsulun istehsalında əlavə bir məhsul vahidinin istehsal üçün tələb olunan əlavə xərclərdir. Tutalım, məhsuldan əlavə nəsə istehsal etmək istəyirəm, ona əlavə xərclər çəkirəm. Bu zaman çəkilən xərclər son hədd xərcləri adlanır. Məhsula çəkdiyim əlavə xərcdən sonra əldə etdiyim üstünlüyü isə fayda isə, yəni gələn pulu isə son hədd fayda adlanır. Yəni yeni məhsul istehsalına başladıqdan sonra əldə edilən üstünlükdür. Son hədd xərcimi çəkdim, ondan sonra son hədd faydamı götürdüm. Bunlar da istehsalın təşkili formaları haqqında olan hissəmiz idi. Bugünkü dərsimizdə bu qədər.